Herkese salam dostlar. Yeni bir Temu bağlamamla karşınızdayım. Bir yerde açırıq. Diğer videoda bir yerde aça bilməmişdik. Çünkü məhsullar gələndə mən video çəkə biləcək halda değildim və mən maraqdan çatlayan insanım. Hər halda səbr eləyə bilmərəm. Bu siparişim daha çok makyaj əsaslıdır. Ama ilk iki tane şey var ki onlar makyaj əsası değil. İstəyirsə onlardan başlayayım ki videoya rahat davam eləyək. Telefon, mənim əvvəl istifadə etdiyim telefon kaburası zərətqi yerini tutur, yəni bağlayırdı. Bunun sayədə toz falan yığılmırdı. Amma indi Temu'dan aldıqlarımda çox kaburada olduğu kimi zərətqi yerinin tıxacı yoxdur. Bu ona görə belə aldım. Bu çox zərif görsənir. Niyə belə oldu? Sanki bunun özünü daha yaxşı göstərir. Hə, bəlkə kəpənək idi, yəni çox zərif görsənir. Hətta görüm taxa bilirəmsə. Hal-hazırda. Çox rahat taxılır. Şimdi deyirəm düşən olmaz tez. Hə, biri də mən yenə unuduram hər videoda özümü tanıtmağı. Zeynəb mənim adım Zeynəbdir. Bu da üstündə Z hərfi olan belə bir zərətqi yeri tutacaqdır. İki dənə belə bir şey almışam. Hələ ki elə kəpənəkli qalsın. Bunları kənara ayırım. Hə, dediyim kimi bu dəfə daha çox makyaj əsaslı getmişəm. Ümid edirəm ki hər şey... Hə, bir də şey almışam. Saç üçün stick, wax və şey. Ben bunu açım əlimə düşmüşkən. Deyil, hazır dəst olaraq yanında belə daraqlar da gəlirdi. Bu bir tık həm mən gözlədim, həm balacadım. Mən sonra videosunda gördüm. Həqiqətən balacaymış. Mən fikir vermədim. Mən elə bildim bu yumru olanları var onlardan da. Amma onların balaca halıdır. Bəyənsəm böyük hallarda var. Onlardan da sifariş verərəm. Bu belə açılır. Gəlin baxaq içində nə qədərdir. Bu hansı tərəf açılır? Hə. Deyirəm ki, içində çox vardır. Çünki çox balaca görsənir. Hələ ki çıxır. Ha, içi bayağı doludur. Mən indi bilmirəm nə qədər istifadə edirəm. Çünki elə təxmini bu qədərdir. Belə göstərim. Yer otustursam daha yaxşı olacaq kimi. Hə. Belə bir şeydir, saç vaksı deyə keçir. Olabildiğince məhsulların linklərini açıqlamaya qoyacağım. İstəsəniz, maraqlansanız ala bilərsiniz ya yaxud da ki incələyə bilərsiniz. Şimdi bunu bağlaya bilsəm 10 ilə. Hə. Bir də yanında 3 ədəd darağı gəlir. Saç yığmaq üçün məncə bu daraqlar saç yığmaq üçün ümumiyyətlə vaxtından sonra saçı düzəltmək üçün də çok rahatdır. Bunların onsuz məncə topuz darağı falan olarak görmüşsünüzdür YouTube'da. Çok sıx fırçalı olduğu için bütün saçları bir ayırır. Bu bildiğimiz normal ince daraq da arkası da saçı ayırmaq üçün çok idealdır. Bu da daha belə saç vaksı istifadə etdikdən sonra xırda detalları darayıb düzəltmək üçün diş fırçası tərzində bir daraqdır. Bunları da içine koyayım. Bunun çoxunu var çünki mən deyim. Bundan sonraki həqiqətən tamamen makyaj bazlıdır. Bir dənə elə makyaj aid sayılır. Hamısını mən paketdən çıxardım. Bizə rahat olsun. Çox. Hiçbir şey qalmadı böyle. Şimdi kənara ayırım. Nədən başlayaq? Bir şey mənim ümid elədiyimdən çox balaca gəlib. Amma bilmirəm nədir. Deyəsəm bu. Elə bundan başlayaq. Bu bilmədim çünki nədir. Tamamen bilinmir içində. Bunlar çok balacaymış. Mən primer, concealer ve tonalini almıştım üçlü set olarak. Ama bu kadar balaca gələcəklərini düşünməmişdim. Yine concealer ve primer belki bu kadar o kadar narahat eləməz bu kadar balaca olmağı. Ama tonalini biraz çok balaca oldu. Bir deyəsən şey olmalı, primer olmalı. Çıxsa, hə. Çok balacaymış. Mən də deyirəm bunlar üçlü dəst olaraq necə 7 manata satıla bilər. Bu arada mən
şeydən Temudan aldığım makyaj malzəmələrindən makyaj eləyəcəyim bir video çəkəcəm. Amma onu hal-hazırda çəkməyəcəm. Amma bu məhsulların da üstünə dodaq qələmi, rəngli göz qələmi sifariş verəcəm. Başqa, hə deyəsən bu qədər. Onlara mən hələ sifariş verməmişim. Onlar da sifariş verdikdən sonra bütün məhsullar gələndən sonra bir də bəlkə ten paleti, bir dənə rəngli ten palet ağlıma düşüb onu. Onlar sifariş verəndən sonra bir yerdə makyaj eləyərik. Çünki bilirəm ki, yəni mən özüm də şəxsən izləyəndə çox makyaj məhsulları görməmişəm alanlarda və yaxud da ki, istifadə elədiklərini görməmişəm. Ona görə yəni əmin ola bilmirdim almaqdan. Dedim alım yoxluyum. Bunu əlimə sıxım yoxluyum, amma dediyim kimi mən primer falan, mən çox ağır makyaj eləyən bir insan deyim. Tonalin falan da yoxdur evdə. Concealer var, amma tonalin yoxdur. Concealerdakı baxır gündən günə dəyişir. Bir də bugün mən biraz soğuğun görsənə bilərəm, üzr lütfən, qan vermişəm. Ona görə bilmirəm, yəni rəngim kamerada necə çıxır. Və primerdə və istifadə eləmədiyim üçün necə olacaq bilmirəm. Onu da makyaj videosuna sizi gözləyərəm. Peki gələsən. Çox az gəldi, elə mənə də o qədər lazımdır. Matlaşdırır anladığım qədərlə. Məncə qoxusu da gözəldir bu arada. Mən hər şey qoxluyuram. Sonra həm də əvvəlki videomda da dediyim kimi qoxlama alışqanlığım yoxdur. Belə fıs-fısdı və altdan buradan qalxır yuxarı o basma mexanizmasını işləyir. Amma içində məncə çox azdır. Yəni bu sizi çox uzun müddət idarə eləməz. Məhsulu qoyanda bunu da nəzərə alıb deyəcəm yəni sizə. Bu tonalinidir, bu da concealer. Ümid edirəm concealerla tonalinin rəngini tutturdurmuşamdır. Oha, çox ağ gəldi gözümə. Yanın, ha. Çox az gəldi gözümə. Ağ gəldi. Az neydi? Az olduğunu zaten anladım. Bəlkə göz altında yoxlayayım. Bilmiyorum. Biraz əlimə sıxa bilsəm. Çox gəldi biraz. Aslında yox, o qədər dağ değilmiş. Şimdi sen yanına koyun. Yəni pis deyil. Material da yəni belə narahat eləyəcək bir material oxşamır və məncə istifadə oluna bilər. Sadəcə ölçüləri nəzərə alanda. Əslində bu da baxada çıxmır. Yenə də ölçüləri nəzərə alanda da pis deyil. Məncə bu arada tam rəngimi tutturmuşam concealer, amma bu çoxdur. Yanımda fırçam falan da yoxdur. Ben nə aradım bu qədər şeyi? Tonalini. Tonalini deyirəm. Dediyim kimi mən çox makyaj eləmədiyim üçün çox şey anlayışım yoxdur da mənə bir tık açıq lazım idi. Bu arada dediyim kimi məhsulların qoxuları çox gözəldir. Təşvik yanımda süngənim və ya fırçam olmadığı üçün əlimlə yaydım. Pis deyil. Sadəcə altından bir tık daha düzgün tətbiq olunduğu halda qəşəng ola bilər. Mən geri yerine tutmuşum. Mənim xırda takıntılarım var da. Hadi bağla. Şimdi qabilim ortaya çıxır. Qaldı bir dənə tonalini. Tonalini düşünün, bu məncə çox balaca boydu. Yenə dediyim kimi primerla concealerda yola verilə bilər, amma tonali rəngi də tünd gəldi. Opsi çox açıq gəlmişdi. Bu da bir tık tünd gəldi əlimə amma. Hadi be. Çox açıq. Çox götürmüyorum. Çünki bu dəqiqə birazdan gedib əl üzümü yuyacağım. Hələ şey belə əlimdə qaldı yəni. Concealer. Bilməm nə dərəcə təsir oldu ama daha burada üzümdə yoxdur olsunuz. Bir şey değil mi? Bunun da rəngi çox uyğundur. Bunun da rəngi çox uyğun gəldi. Dedim ki, bu dəqiqə digər məhsulların ölçüləri mənim gözümə normal gəlir. Bir tek bu məhsul mənə ölçü cəhətdən xəyal qırıqlığı oldu. Ama rəngini çox qəşəng tutturmuşammış. Tam mənim yox, bir tık tündür. Ama dəhşət gözəl atacaq bütün tüktüm yox. Hətta diyanın dibində qalanı sıyıraraqdan və boynuma dayıyorum. Bilinir mi heç bilmirəm. Yani üzündə bu hissədə tonalin olduğu məncə bilinmir. Məncə bu arada pis deyil. Sadəcə öpülücülüyünü necə yoxlaya bilərik? Əlimdə qalanını da əlimə yoxlayım. Çox mükəmməl bir örtücülük gözləmək olmaz.
Amma pis deyil, yəni günlük istifadə üçün uyğun ola bilər, ölçüsünü nəzərə almasaq. Amma çantaya atmalıq ola bilər. Yəni çantaya atmaq üçün çox mükəmməl ölçüdür. Bunlar biraz mənim üçün xəyal qırıqlığı oldu, təəssüf ki. Çünki balacadır. Keçək növbəti və ikili lip balm. Su satqı götürü gəlir. Dodağımda nəmləndirici və qələm var, onu silim. Dediyim kimi yarımçıq qoydum, getdim. İkili olarak lip balm set almışam. Birinin rengi daha tindi idi. Klinikin neydi ayarlı? Black Honey tərcümə vəziyyətdə, amma demirəm ki, yəni ona müadil və yaxud da ki, onu əvəz edici bir şey olaraq. Amma rengi xoşuma gəldi. Almaq istədim. Çəhrayısında, yəni daha açıq rəngisində almamın səbəbi son dönəmlər daha açıq renkli şeyləri istifadə eləməyə başlasam, pis olmaz, gündəlik makyaj üçün yaxşı olur. Çünki mən gündəlik makyaj çox eləyən bir insan deyiləm. Bütün rənglərdə istifadə elədikdə məncə pis deyil, amma qəribə də ola bilir. 2 dənə incədirlər. Bunları bilirəm, yəni belə idilər təxmini. İçində də vaks olmalıdır. Açıq rəngisindən başlayaq. O birisine ümidim çoxdur. Onu axıra saxlayacağım. Burada görüntülər də çox qəşəng görsənir. İncə, zərif. İçində nə qədər var? Mənim klasik marağım. İçində nə qədər var? Hə, yox, çıxırmış. Elə bildim, bircə damcıdır. Yəni. Bu qədər. Mükəmməl bir ölçüdür mü? Yox, amma pis deyil yəni. Əsas materialı pis olmasını istifadə edə bilim. Çox balm tərzi vermir sanki. Şəkillərdə falan daha parladıcı balm tərzidə ayaq əriyir. İstiraf edelim. Bu çox qəşəngdir. Amma rəngsizdir məncə. Elime de vurum ama. Çok açıq renk verir. Hatta bileğime de çekim, ikisini de gösterərim. Yan yana ikincisini de istifadə edeyim. Onu da silim. Gündəlik makyaj üçün məncə rengi də qəşəng və cırtlaq bir çəhrayı deyil də yəni. Bunlar ayrı-ayrı da satılır. İkisini bir yerde almaq məcburiyyətində deyilsiniz. Sadəcə mən yoxlamaq üçün ikisini də bir yerde aldım dedim. Bax, bunun rengi çox qəşəng görsənir. Bu da yəqin ki, içində eyni qədər, tam açıb göstərməyəcəm. Eyni məhsuldur. Rengi çox gözəldir. Black Honey'nin çox ucuz bir şəkildə əvəz edicisi ola bilər. Və görüntüləri də məncə çox qəşəngdir. Çantaya atmalıq da. Bunları kənara ayırırıq. Digərlərindən devam edirik. Əlim bu dəqiqə çox qaşadı. Buranı da qırayaq. İkincisini soçlamadım əlimə. Gəlin onu soçlayayım, göstərim sizə də. Ola bilər mən dodamda hal-hazırda biraz fərqli görsənsin. Allah, çox güzeldir bu rengi. Və qablaşdırmasını da çox bəyəndim mən. Bir tık daha qalın olsaydı məmnun ola bilərdim, amma məncə pis deyil. Bunu bir dənə sizə göstərim. Belə, bu çəhrayısı da açığıdır. Yəni çox az bir renk verir. Bu da dediyim kimi Black Honey müadili ola biləcək bir şeydir. Amma məncə çox gözəldir. Tək qorxum, yəni o qorxuma keçək. Mən pudra sifariş vermişəm. Lakin çox sonradan sifarişimi təzədən incələyəndə bir şeyə fikir verdim ki, mənim verdiyim pudra açıq rənglidir. Amma videoda həmin nömrəni çox tünd rəngli, hətta yəni qara bərli bir insan istifadə edəcəyi bir rəng olaraq göstərir. Ümid edirəm elə deyildir. Allah. Yox deyəsən, açıq rəngli. Balacadır, onu qəbul. Məncə pudra üçün mən çox pudra bilmirəm. Dedim ki, mən deyəsən makyaja dair heç bir şeydən xəbərdar olmayan bir insanım.
Hem kutunun içinde, kutuda çalfanın içinde, bu özde ayrıca çalfanlı olarak. Yani narahat olmayın o cəhətdə. Hətta deyəsəm mən bildiyim qədərlə bu hissəsi də çalfanlıdır. Onu necə açırıq gənclər? Yoxsa bu qapaqdır, çözəmədim onu. Məndən yox, üstündə çalfan olmalıdır. Hə, tapa bildim. Bunu biraz açmaq çətin olur, çünki mənim hal-hazırda tırnaqlarım 0 dərəcəsindədir. Ümid edirəm ki, dəri rəngimi uyar. Bir tıqcıq gözümə tünd gəldi. Ay yox, pis deyil. Ama bu dəqiqə mən neylə istifadə edeyim bunu? Aa yox, ay da biraz sarıdır. Bir tıqcıq sarıdır. Gençler. Benim yaralı yerim olabilir. Ama yani o kadar da sarı değil ya. Ben aslında pembe alt tonlu olsun diye pembe sipariş vermiştim. Hafif ve açık bir pembe. Ama sanki tündü. En azından şu an benim gözüme elə geldi orada. Ama videoda gözüme tam elə geldi. Videoda gözüme tünd geldi. Ay güzgüde tünd gelmedi ama tek film hangi rengi açıldı. Ama dediğim gibi tam emin olabilirim çünkü oradan da ışık səhv vura bilər ama rengi pis değil. Ben istifadə eləyərəm bunu. Ama bence bu kadar kap ölçü değil. Ne? Böyle bir kap düşünün. Yani daha balaca, daha geniş düşünebilirsiniz. Normal bildiğiniz pudra boyutu bu incelikte. Bence güzeldi. Daha sonra geçək. Bunu axıra saxlayacağım çünkü bu makyaj temizlemek için de jel kimi bir jel değil de krem kimi bir şeydi. Bu şeydi, paletti. Nerede onun adı? Enlik ve kontrol olarak ya da bronzer olarak istifadə edəcəksiniz. Ama ben yorumlarda sonradan, onu da sonradan görmeye o niyetle almamıştım. Bronzer hissəsinin bazı renkleri, ay bu niye çıxmadı? Ha, açıq renkli görsənir. Ben neyse səhv edirəm sanki. Dəhşət açıq renkli ama açıq renklidir. Yani bunları concealer olarak istifadə eləmək olar sanki. Çox əmin olmamakla beraber. Çok kremsi yapdılar onsuz. Yani ben necə bentikli bir insanım ki ama fırça, sponge hiçbir şey götürməmişəm. Rengini bir dənə yoxlayım. Aa, olar bu arada. Həqiqətən olar. Ümid edirəm ki, oksidlənmə vermir. Qabı bu arada dəmirdi kənarı. Və məncə çox keyfiyyətli. Bir tık boya qoxusu var, ama bence normaldır. O kadar da berbat bir şey değil. Buna ben biraz parmak batırdım. Yoxlamaq üçün ama renkleri falan çok güzeldi və məncə makyaj üçün də çox qəşəngdir. Bilməm nə qədər dərinə gedir renkləri. Ama çok keyfiyyətli görsənir. Ama ben bunu 5 ya 6 manata deyəsən almışdım. Bunun açılış bağlanış. Bunu belə. Hə. Burada belə bir yer var. Mən elə bilirəm bunu buradan tutup açmaya çalışıyorum. Bunu basanda bu daha rahat açılırmış. Çünkü bu yukarı ilişmiş. Bu da bir məhsul. Ben bunu çok beğendim. Hem dediğim kimi gözaltım için hem biraz kontur renkleri tuttu ama ben kontur da eləmirdim bu arada. Bundan sonra geçeceğim. Pis değil. Evet. Elime çok az alırım bu dəqiqə çünkü eve yeni gelmişim. Bir de turuncu bir kontürmüştüm ama yayanda bence pis değil. Bu arada sırf şeyde bakmayayım, ben öz yanağımda bir tık bu hissesi çöküntü kimi görsənebilir, bir tık tünd görsənebilir. Bu şeylerden de birini, bunlardan da birini yoxlayım. Hansı rengi yoxlayım bilmiyorum. Ben daha bu rengi yoxlayacağım. Belə renkləri mən daha çok severim. Özünüz kızarmışsınız kimi. Quru dəridə çox mükəmməl getməsə də. Burada real hayatta bu kadar xət görsənmir. Ama mənim dediğim gibi bu dəqiqə dərim qurudu. Dərimdə hiçbir şey yoktu. Ama pis değil. İstifadə olunabilir.
Dediyim kimi biz bunların hamısından dodaq qələmlərim, göz qələmlərim, bir də rəngli tenim də gəlsin. Bir dənə şey deyəsən almamış oluram mən. Tuş. Tuş bilmirəm, məndə evdə hal-hazırda var deyə elə bir ehtiyacım yoxdur. Həm də ki, yəni Temudakı tuşlar mənim üçün dəhşət bir ucuz qiymətlidir. Mən dedim, mən dəhşət bahalı tuşlarda alan insan deyiləm. Ona görə tuş bəlkə də aldım, bəlkə də almadım, amma böyük ihtimal almayacağım. Bu pomada setidir. Mən son dönemlər bu Temudakı əsasında pomadalar görəndə çox belə parlaq görüntülər çox xoşuma gəlir. Bundan gəlir o qoxu. Ağır bir plastik qoxusu aldım, öyle çözəmədim. Bundan gəlir ya yox. Bəlkə içindən. Qırıq mısan sən? Allah kahretməsin. Düzəldi. İçində pis deyil, məncə normal dərəcədə var. Birini yoxlayacağım dudağımda. Bunun rəngi pis deyil. Rəngi qəribədir, amma çok qəribə bir tık qoxusu var. Həqiqətən bu arada dodağımızda əriyir krem kimi. Rəngi biraz qəribə gəldi mənə. Rəngləri gəlin qolumda göstərim. Abisini silmişdim. Biraz da üstündən alayım. Üstə bu arada renk vericiliği falan da. Yeni kalkarak sanmayı. Atamadım. Bu da nude kimi görüşenler. Yine içinde. Dedim ya içindeki ölçüm önce kifayetti. Bu daha çehrayıya çalır. Düz çekebilməyəm hep xətlərdə. Ama bunların da görüntüləri klasik qara olduğu üçün də qəşəngdir. Dudağımdakı mənə yaraşdı, yaraşmadı, heç əmin deyiləm. Çünki bu dəqiqə günəş gedir ya. Amma mən bunu sonra sissiz atsam olmurdu. Mən bunu sabaha saxlayacaq, məndə səbir yoxdur. Bunun rəngini sanki daha çox bəyəndim. Bəlkə bunu silim, onu qalsın dudağımda. Dudağımdakı rəngine bayılmadım. Rengi daha. Soft. Özüme de yaraşdırdım. Tersinden bağlayayım. 6 dənədir var içində. Bunu 7 neçəsən. Tərəfində 8 manat düşünə bilərsiniz. Elə bir qiymət aldım. Renklər bu arada bir-birinə deyəsən çox bənzəyir. Mən təxmin eləyirdim onsuz bunu ama. Bu daha çox bəyəndim. Bu mən ümumiyyətlə daha kirəmitə çalan, bir tık içində qəhvəli olanları daha çox bəyənirəm normal həyatda da. Təbii ki burada da elə bəyənirəm. Bu ne ya? Ufak bir ağ bir şey var orada. Onu çözemedim nedir ama rengi iddialı bir renk ve güzel bir renk olur. Qəşəngdir. Bu da mənim favorilerim olacaq. Bir tık çox ağır, yani ağır değil, bir tık qəribə bir qoxusu var. Bir tık plastik, bir tık meyvəmsi. Qarışıq bir şey. Hadi çıx. Evet, son 3'ü mənim net favorim olacaq. Son 4'ü də ola bilər. İlk ikisi de pis değil ama her gün istifadə edəcəyim renklər olarım həmin biriyle. Renkləri bu şekilde gösterim ve həqiqətən də krem kimidirlər. Gözəldir bu cəhətdən. Bir tık qalsın, bir 2 dəqiqə görüm arxasında renk boyayacaqmı siləndə. Su salfetkayla. Hazırda makyaj videosu çəkməməyimin də səbəbi yadıma tamamıyla düşür. Şeydi. Dediğim gibi dodaq qələmim yoxdur, göz qələmim yoxdur, tenim yoxdur. Yəni göz makyajı sıfırdadır. Dodaq makyajdakı mən sırf pomada çəkməyi o qədər sevmirəm. Dodaq qələmi ya 12'li ya 14'lü set olarak alacağım. Mən tek almağı Temudan çok uygun görmürəm. Çünkü 3 manat civarlarında olur. Ay Allah, açamadım. 3 manat civarlarında olur ve Azərbaycanda 1 manat 2 manata çox gözəl dodaq qələmlər tapa bilərsiniz. Ondan sonra yəni 12 dənəsini 6 manat civarlarında bir şeyler almaq daha məntiqli gəlir. Bu da belə bir şeydir. Tərsini açmışammış. Mən belə tuturam. Makyaj şeyləmək üçün, yumaq üçün
gel krem de deyə bilərsən. İçində belə bir spatula tarzı şey var. Özünü də açdıq. Ay, çox qəşəngləndi. Şaftallıdır deyəsən. Neydə yoxlayaq, mən necə biləcəm bu mənim makyajıma aparar ya yox. Elimdə renkləndi. İyi olmadı bu. Daha normal bir. Pomadalar tez əritdi. Burada mən çəkdiyimi, dediyim kimi göz makyajını falan nə qədər ərdər bilmirəm. Makyaj videosunda bunu qeyd eləyərəm. Ya da ki bir yerdə də yoxlayarıq. Ona qədər də mən yoxlayacağım. Amma şeydir. Nədir onun adı? Makyaj videosunda da makyajı eləyəndən sonra əgər həmin gün çölə çıxma planım olmasa bir yerdə makyajı silərik də. Ümid edirəm ki işə yarayır. Həmdən də çox saxlamadım amma bunlar silim görüm arxalarında renk qoyuyorum. Pis deyil silinməsi. İlk çəkdiyimin arxasında rengi daha çox qaldı. Hətta mən şu an sıyırırım. Yəni. Yəni belə renk normal görsənə bilmir. Yox, yəni mən çox da renk qalacağını düşünmürəm. Belə. Bugünlük bu qədər idi. Yox, yəni keçən videoda bir şey eləmişim. Bitti.